Hər vaxtınız xeyir olsun, əziz 8-ci sinif şagirdləri. Bugün biz sizinlə 8-ci siniflər üçün kiçik summativ qiymətləndirmə 1-in izahını paylaşmış olacağıq. Elə isə keçək birinci suala. Birinci sualda uşaqlar bizdən soruşur ki, almanın kütləsi 0,3 kiloqramdır. Yer olmalıdır burada, kütləsi almanın kütləsindən 10^25 dəfə böyükdür. Alma yerə 3 Newton qüvvə ilə cəzb olunur. Bəs yerə almaya hansı qüvvə ilə cəzb olunur? Uşaqlar, biz Newtonun 3-cü qanunundan bilirik ki, alma yerə hansı qüvvə ilə cəzb olunursa, yer də almaya həmin qüvvə ilə cəzb olunur. Yəni, F1 bərabərdir F2-yə. Deməli, alma yerə 3 Newton qüvvə ilə cəzb olunursa, yer də almaya 3 Newton qüvvə ilə cəzb olunacaq. Burada cavabımız olacaq onda D variantı. İkinci suala keçək. Cismə eyni istiqamətdə yönələn və modulları F1 bərabərdir 24 Newton, F2 bərabərdir 106 Newton və F3 bərabərdir 88 Newton olan 3 qüvvə təsiridir. Bu qüvvələrin əvəzləyicisinin modulunu təyin edin. Bu qüvvələri göstərsək, deməli, F1 bərabərdir 24 Newton, İkincisini də göstərsək, buradan F2 bərabərdir 88 Newton və üçüncüsünü də buradan göstərsək, F3 bərabərdir neçə olacaq? 106 Newton. Biz bilirik ki, əgər qüvvələr eyni istiqamətlidirsə, o zaman əvəzləyici qüvvəni tapanda toplayırıq. Onda olacaq əvəzləyicisi F əvəzləyici bərabərdir 106 üstdən gəlsin 24 və plus 88. Bu da bərabər olacaq 218 Newton. Deməli cavabımız B variantı. Keçək indi üçüncü suala. Üçüncü sualda deyir ki, uşaqlar, divardakı mismara bağlanmış ipin sərbəst ucuna 30 Newton qüvvə tətbiq etməklə dartdıqda o qırılır. Bu ipin hər iki ucuna əks istiqamətdə yönələn minimum neçə Newton qüvvə tətbiq etmək lazımdır ki, o qırılsın. Baxın uşaqlar, bu yenə də Newtonun 3-cü qanununa əsaslanır. Bir tərəfi divara bağlanmış ipin sərbəst ucunu 30 Newton qüvvə ilə dartıramsa, mən bu ipi iki tərəfdən də yenə də 30 Newton qüvvə ilə dartsam, o ip qırılacaq. Yəni, burada da yenə də cavab 30 Newton olmuş olacaq. Səbəb yenə də Newtonun 3-cü qanunu. F1 bərabərdir F2 olmağıdır. Keçək indi uşaqlar 4-cü suala. 4-cü sualda bizə deyir ki, bir cisim sabit sürətlə üfüqi səth üzrə hərəkət edir. Ona təsir edən qüvvələrdən biri sürtünmə qüvvəsidir. Bu halda sürtünmə qüvvəsinin hansı xüsusiyyəti doğrudur? Deməli, bir-bir variantları araşdıraq. Sürtünmə qüvvəsi istiqamətdə hərəkət istiqamətindədir. Xeyr. Yəni, sürtünmə qüvvəsinin istiqaməti hərəkət istiqamətində deyil. A variantı getdim. B. Sürtünmə qüvvəsi hərəkət istiqamətinin əksinə yönəlir. Bəli, B variantıdır. Amma hər ehtimal C variantına da baxaq. Sürtünmə qüvvəsi hərəkətə qatqı verir. Xeyr. Sürtünmə qüvvəsi sürət artdıqca azalır. Xeyr. Sürtünmə qüvvəsi sürətə bağlı deyil. Xeyr. Doğru cavab B variantıdır. 5-ci suala keçək. Cismin səthdə sürüşməsi zamanı sürtünmə qüvvəsi F sürtünmə bərabərdir Newton'un N düsturuna uyğun olaraq hesablanır. Bu ifadədə N nəyi göstərir? Yəni, deyir ki, burada N nəyi ifadə edir? Biz bilirik ki, sürtünmə qüvvəsinin düsturu Newton'un N-dir. Məhz buradakı N reaksiya qüvvəsini göstərir. Yəni, normal reaksiya qüvvəsi. Keçək 6-cı suala. 6-cı sualda uşaqlar soruşur ki, əgər yayın sərtliyi K bərabərdir 200 Newton bölsün metr, yazaq buradan, K bərabərdir 200 Newton bölsün metr və uzanma X bərabərdir 0-dan 105 olarsa metr. Elastiklik nə qədər olar? F bərabərdir sual şərəsinə. Elastikliyin düsturunu biz bilirik. Nədir? F elastik bərabərdir K vurulsun X-ə. Bu da bərabərdir. K-nın yerinə 200 yazacağım. Vurulsun 0-dan 105. Deməli, bunun da cavabı eləcək 10 Newton. Doğru cavabımız C variantı. Keçək indi 7-ci suala.
7-ci sualda uşaqlar bizə deyir ki, deməli, hansı cüt qüvvələr Newtonun 3-cü qanununa uyğun deyil? Bu sualın yarısı burada, yarısı isə digər hissədədir. A variantını oxuyaq. Adam yerə təzyiq edir. Yer adama qüvvə təsir göstərir. Yəni, bu uyğundur da. Yəni, bu Newtonun 3-cü qanunudur. Maşın yola təzyiq edir. Yol maşına qüvvə göstərir. Bu da uyğun gəlir. Keçək sonra C variantını oxuyaq. C variantında deyir ki, deməli, A ipi B, bir dəqiqə, A ipi B cismə çəkir, B ipi A cismə çəkir. Yenə də bu uyğundur. D variantında isə yer günəşə cazibə qüvvəsini tətbiq edir, günəş ayı cazibə ilə cəzb edir. Baxın burada, yer günəşdən söhbət gedir, burada isə günəş aydan söhbət gedir. Axı uyğun gəlmir. Burada da yenə də günəş yer olsaydı uyğun gələrdi. Deməli, doğru cavab D variantıdır. 8-ci sualı oxuyaq. Bir cismə 10 Newton qüvvə təsir edir və nəticədə onun təcili 2 metr bölünsün saniyə kvadrat olur. Yəni, F bərabərdir 10 Newton olduqda A bərabərdir 2 metr bölünsün saniyənin kvadrat olur. M-i tapacaq. Düsturumuz F bərabərdir M-adır. Yazsam, deməli, buradan M bərabərdir F bölünsün A-ya. Bu da bərabərdir. F-imiz 10 bölünsün 2-yə. 5 kiloqram. Deməli, cismin kütləsi nə qədərdir? M bərabərdir 5 kiloqram. Doğru cavabımız bunu almış olduq. 9-cu sualı oxuyaq. 9-cu sualda deyir ki, hansı halları izah etmək üçün Newtonun birinci qanunundan istifadə olunur? Biz bilirik ki, Newtonun birinci qanununu ifadə etmək üçün inersial hesablama sistemi, bir də düzxətli bərabər sürətli hərəkət. Hələ inersial hesablama sistemi əslində o deməkdir. Amma yenə də yazaq. Düzxətli bərabər sürətli hərəkət. Və 10-cu, sonuncu sualı da oxuyaq. 10-cu sualda deyir ki, uşaqlar, kütləsi 50 kiloqram olan yük sükunət vəziyyətindədir. 200 Newton dartı qüvvəsi tətbiq olunaraq hərəkət etdirilir. Ona təsir edən sürtünmə qüvvəsi 150 Newtondur. Əvəzləyici qüvvəni tapın və təcilini tapın. Yazaq verilənləri M bərabərdir 50 kiloqram. Daha sonra F dartı bərabərdir 200 Newton. Ona təsir edən F sürtünmə bərabərdir 150 Newton və əvəzləyicisi. F əvəzləyici bərabərdir sual şərisinə, eyni zamanda təcilimiz də bərabərdir sual şərisinə. Tapaq bir-bir. Biz bilirik ki, əvəzləyici qüvvənin düsturu nədir? F dartı çıxılsın E sürtünmə. Düzdür? İndi buradan yazsaq, F dartımız nə qədərdir? 200. Çıxılsın F sürtünməmiz də 150-dir. Deməli, F əvəzləyicimiz tapdıq ki, 50 Newtondur. Birincisini tapdıq. Bir də ikincisində soruşur ki, təcilini tap. F əvəzləyicinin də düsturunu biz bilirik ki, M-aya bərabərdir. Buradan A-nı tapsam, F əvəzləyici bölünsün M. Bu da bərabərdir. 50-ni, M-imiz nə qədərdir? Bax, burada verib 50. Böləcəm 50-yə. Bu da bərabərdir. 1 metr bölünsün saniyənin kvadratı. Deməli, A-mızı da tapdıq ki, 1 metr bölünsün saniyənin kvadratıdır. Belə uşaqlar, sağ olun, gələn görüşlərə dək.